Martın 22-sində imsak vaxtı saat 05:14, iftar vaxtı isə saat 19:09-dadır. Ramazan ayının 22-ci gününün imsak duası belədir. İlahi, bugün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bugün sənin razılığına bais olan işlərdə məni müvəffəq et. Məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruç tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.